Salam dostlar, bugün Clash Royale oynuyoruz. İlk maçımıza keçək. Deməli, 3 slasherlər mi, yoxsa köstəbək mi? Köstəbək ümumiyyətlə evrimsiz, məncə kullanışlı deyil. Yeni evrimi məsələn istifadə etmək olar. Həm 3 slasher götürdüyünüz üçün əritməyə məncə başqa kart tapılmaz. Əgər ona başqa kart verməyibsə indi. Zəhər Cəhənnəm əjdəri prosto bizə ant olacaq. Elektro büyücü. Başlasın. Bəli, toksik oyuncu. Kulemizi yıxanmaz məncə. Cəhənnəm əjdəri kilitləsək. Aha. Onda kule takası edə bilərik. Hətta ikinci kuleyə də oynaya bilərik, bəli. Səhv elədi. Üç tac gələr. Fosuz, yox, gəlməyəcək. Gələr cəhənnəm əjdəri kilitlədə bilsək. Axırdan 3 slasherdən çıxar. Çox güman atak eləmək üçün bəli. Kart atacaq. Üçün slasher elektro gördü qəşək. Vay be deyəcəksən də. Bayaqdan toksikliyi. Boşa çırpını, yəni vaxt keçdi. Sakit ol, əsəbləşmə. Əsəbləşmə, ağlama. İkinci maça keçək. Burada məsələn balon eviminə ya məsələn donuz büyücüsü falan gəlsə kassaka da əlverişlidir. Avcı tanklar daha tez öldürə bilər. Bu da büyücü həm ant ola bilər, həm də evrimi yox, daha doğrusu kahraman rolunda oynadığı üçün şey olur. Sərfəlidir. Keçən büyü hetçi zəhər büyüsünü istifadə eləmədi ki. Bol şans deyib başlayaq. Qəşəng. Alov büyüsünü məncə sərfəsiz istifadə elədi. Büyücüyü yuxa qəşəng, büyücüyü elədiksə qoydu. Prosu elektroyu görməməsi pis oldu ikinci vuruş üçün. Avcıyı kənara ata, elektro kilitlənməsin. Bilən vurdu, heç olmaz. Bir dənəsində onsuz ona kilitləsə, prosu görmədilər. Qərb. Bir kare ilə qaçmışıq. Elektro ilə ana kuleyə açmaz, can çatmaz. Yük soy qışı. Hələ ki şifacıyı da görmədi, heç olmaz. Kuleyi ala bilməyəcək, bizim şifacımıza yaxşı hasar verəcək. Hətta soldan da kart işlətdi. İksiri azdır. Büyücü vuracaq. Büyücü sola irəliləyəcək.
Ana kuleyi açıq. Madençi üçün sadəcə bir kava icazə verəcək görməməsi. Sol tərəfə şifacı ilə hələ ki saxladıq. Qəşəng. Şifacı Ankanın canını yenilədi. Sağ tərəfə avcı bir dənə də vursa. Qəşəng. 692. Zəhərlə bildirmədən var. Maden çata. Görək madençi ilə sağ o qəşəng avcı bir dənəsini deyə vurdu valçaya. Kasıqa. 2. Kasıqa qəşəng. 2x işlətdi o yaratığa. Neçə o yaratığa az vurmuş. Avcı dibinə atsaq. Bir zəhər, bir madenciyə bitiririk. Madenci tez. Qəşəng. Vuracaq. İyi oyundu. Xətalarımız çox oldu bu maç. 3-cü maça keçək. Büyülü ovçuyu sınamaq istəyirəm nəsə yaxşı karakter kimi görünür. Bu da baba var. O bir büyü həm hasar həm geçici eləyir. Zəhər yenə. Fişəkçi. Vail görən o oxçu qıza adı yadımdan çıxdı. Ona görən tək atır prinsesə. Qəşəng. Demək olar ki, balon üçün antilərimiz var. Balon bombası patlayacaq. Aha, dəydi kuleyə. Qəşəng. Oğuz birinci. Büyülü oxçuyu hələ ki bildirməyək. Nəsə atmalıdır qarşısına. Görək nə qalacaq. O ana kuleyə vurması çox pis söhbətdir. Demək olar ki, hazırdan da eyni gedirik. Prinsesa atmadı. Prinsesi saxlayır əlində. Arxadan kart çıxış eləyə X-imiz də olub. Kovmaları tez çıxardı. Prinsesi sol tərəfdən, yox, bizim sağ tərəfdən nəyə atdı onu bilmirəm. Qəşəng fişəkçi onu alacaq. Bunu elektron əldən çıxartmaq üçün soldan balon gələcək. Biz yağ satacağıq, o oxlar atacaq. Büyülü oxçu ilə tuta bilərik. Donuz birincisinə hasar yeməliyik. Qəşəng dediyim kimi. Demək olar ki, eyniləşirdik kulələrin canını. Mən sol tərəf oynayacağam. Bir dənə zəhər. Zəhər dəydi. Həm hasar verir bedavadan, həm də o atdıqları kartı öldürür. Oxlar gəldi. Oxlara ehtiyac qalmadı. Deməli 30 saniyəyə qorunmaq lazımdır. Bunu zəhərlə canını öldürək hətta. İndi soldan balon atdı. Oxlar atacaq ya da hepsini. Sağ tərəf alacaq onu belə. Aldı.
Amma bizim atağa hazır kartlarımız var. Hətta koç birincisi yox, zəhər atacam. Zəhər biraz içəri tərəfə atmalıydım, səhv elədim. Qazandı. Qazandı. Son bir masa eləyib videoyu bağlayacağam. Oxlar Allah, o böyük əlverişli deyil. Bu da əslində yarasa gecə cadısı cəhənnəm əjdərinə antidir, amma cəhənnəm əjdəri yaxşı iş görür. Hətta tank varsa, paket, balon seçsən. Bir havaya hələ ki büyülər görür, bir də gecə cadısı. İndi seçili kartlardan biləcəyik. Məzalıq. Yaxşı, sakitləş. Paketlə vaxtında tutdursaq, tutduq. Nə əlaqə? Kasıqa çox boş işlətdi də. Hasar vuracağıq, mini piqqayı öldürə bilsək. Gücüm basacaq çox güman. Bassam ölər. Bir dənə şifacı ilə canlı dolduraq. Qəşəng. O əlavə kartlar atmalıdır, yoxsa hasar yeyəcək. Balonun antisini çıxardı. Gecə cadsına atsa belə yarasalar o qədər tez öldürməyəcək. Başqa görək ki, nəyi var? Büyüsü. Bizim verdiyi büyü. Demək ki, bunu da atsaq tazı ilə. Qəşəng. Cəhənnəm əjdahamız tazıya antidir. Tazının arxasına gecə cadsınsa paketdən eləyə bilərik. Yarasalar kilidlənmə. Tazıya kilidləndi. Bir yoxla. Qəşəng. Ala biləcəyimiz ən az hasardan savundıq. Mini pekka. Hasar yeyəcəyik. Məcbur geri çəkməliyik. Heç olmasa hasar az yeyək. Gücünü bastı. Qəşəng. Boşa ikisi işlətdi. Cəhənnəm əjdahası bir də üstünə balon atıb. Gecə cadsatsa balonun bu gücü mən bilən tək atmalıdır yuxarıdan. Qəşəng. Bir dənə qəşəng işlətdi kasıqayı. Yenə paketi vaxt düş paket hasar yemədik. Qəşəng. Cəhənnəm əjdahasına pay verdi şəxsən onu. Hər nə qədər bassa belə məncə pay verdi. Hətta candan burada dolduq. Atağa çıxıq yenə. Sağdan fərqlətdirmədən hasar verək yenə. Görünür ki, dəyişəcək. Sol tərəfə son çarələrin sınıyı. Hətta paketlə yox. Cəhənnəm əjdahası ataq tazı. Tazı üçün çox təsir. Canla dolduracağıq. Canla doldu. Dolmadı. Səhv atdım bir kare. Məncə buraxması yaxşı olar. Uzadır videoyu. Bir masa ataq. Bunun haqqında buraxıb eləyək. Sonlandıraq. Kupalı masa hələ ki level kasmasıyam kartlara 10.000 olandan sonra. Ona görə atma. 9 birinci.
İkisi golemdən adımızı ləkələndirməyək indi. Burada paket yenə. O bir elə çox işləmir. Burada babalar hər ikisinə, yox baba vardı bu babaların qarşısında balonunda. İlk baba burada mini pekka baxmış şəxsi məcbur. Gətirir ki, indi necə maç keçəcək. Qəşəng. Postu bu dəstə bir yandan tanış gəlir. Rəqib inşallah bizə sövməz. Və o məşhur hərəkət eləyək də onda. Görün bu 2x ili artıq ona tək atmır, amma iş görür. Hətta kuleyi aldıq. Dondurma atması məncə boş idi. Amma dondurmanın saniyəsi uzadılıb. Mənə elə gəldi. Yenə də aldıq kuleyi. Yəni 8 can. Qəşəng toksik oyunçu deyil hələ ki. Bunu əldən çıxaraq onsuz elit babalar alacaq. Yəni buradan attığımız X-i biraz da olsa ödəyəcək. Havadan vuraq məncə. Mini pekka çox canlarımızı azaltmasın. Axı yox gəlməyəcək. Vura bilmədik qəşəng. Hətta 3 taca sınamağı düşünürəm. Amma hələ ki görək nə qalacaq. Atçı balon kombosu eləməli. Yəni sınır yaxında. Atçı ilə axıra çıxaq. Deməli ona baba vermişdik. O heç. Onda elə yaxşı kart seçmə etməyib ya da ilk babalar burada lazım idi. Balonu ataq, onsuz balona ilişən olmayacaq. Sonra bunu ataq. Havada tullandı, öldü. Cəllat. Onda arxada bundan çıxaq odunçu ilə. Odunçu hardasa körpünün buralarına zadına gələndə ilk babalar ataq. Biz 3 saat oynayaq onda. Az olsa müdafiə eləyək. Birdən indi şey eləməzsə. 3 saat çəkirsə heç olmasa tam çəkək. Dondurdu. Qəşəng. 3 saat dəyək onda. Bir dənə də bunu atıq. Bir dənə gücə basaq. Qəşəng. Aldıq. Bir dənə alıq. İyi oyundu. Son maçımıza uyğun qəşəng bir 3 yıl şey oldu. 3 kuleyi alma oldu. 2 dənə ödülümüz var. Bir dənə sandıq açaq. Görək neçə yazır. Qəşəng videomuza görə yaxşı yazdı. 12-ci səviyyəyə basmalı. Bəli. Bugünkü videomuz bu qədər. İlk video olduğum üçün biraz səsimdə nəsə problem ola bilər. İndən üzrlü sayın. Çox sağ olun.